Salam uşaqlar, hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqub Səfxanova bugün sizlə leksikologiya haqqında danışırıq. Leksikologiya nədir uşaqlar? Leksikologiyanın vahidi nədir? Leksikologiyanın vahidi sözdür. Yəni biz leksikologiyada nə öyrənirik? Sözləri öyrənirik. Dildəki sözlərin hər biri dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Lüğət tərkibini təşkil edir. Dildəki sözlərin hər biri bizim dilimizin lüğət tərkibini təşkil edir. Leksika, leksikologiya sözü leksikos, söz və logos, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir və sözlər haqqında olan elm deməkdir. Uşaqlar, leksikologiya haqqında danışarkən ilk öncə nəyə diqqət edirik? İlk öncə diqqət etdiyimiz məsələ sözün leksik və qrammatik mənasıdır. Leksik və qrammatik məna. Qrammatik məna. Leksik məna nədir uşaqlar? Sözün məzmunu onun leksik mənasıdır. Yəni, məsələn, mən sizə deyirəm, dost. Siz artıq beyninizdə nə canlanır? Dost, insanın yaxın olduğu, bütün duyğularını bölüşdüyü, insanın hər anında ona kömək edən bir insan. Yəni, dost. Və yaxud da mən sizə deyirəm, qələm. Qələm dedikdə o dəqiqə bizim ağlımızda nə canlanır? Yazı üçün hər hansı bir vasitə, yazı üçün hər hansı bir alət. Bəs uşaqlar, belə deyim, dilimizdəki bütün sözlərin leksik mənası varmı? Siz deyirsiniz ki, bütün əsas nitq hissələrinin. Deməli, bütün əsas nitq hissələrinin leksik mənası var. Köməkçilər, həm leksik mənası var, həm də qrammatik mənası var əsasların. Yazaq bura ki, qarışıqlıq olmasın. Əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası var. Bəs uşaqlar, köməkçi nitq hissələrinin, köməkçilərin yalnız və yalnız qrammatik mənası var. Şəkilçilər yalnız və yalnız qrammatik mənası var. Deməli, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası var, amma yerdə qalan köməkçi nitq hissələridir. Ondan sonra şəkilçilərdir. Bunların bir dənə qrammatik mənaları oldu. Bunların leksik mənası olmadı. Uşaqlar, sözün leksik mənasını 4 dənə izah etmək yolu var. Sözün leksik mənası, bir daha deyək, onun birbaşa ifadə etdiyi mənaya deyilir. Gəlin indi sözün leksik mənasını izah edən o 4 dənə yola nəzər yetirək. O 4 üsula nəzər yetirək. Hansılardır? Testlərdə qarşımıza çox tez çıxacaq. Birinci, hansı yol uşaqlar? Sözün məzmununu izah et. Məzmunu izah etməklə. Aha. Məsələn, mən sizə deyirəm, zəmi. Sizin gözünüzün qarşısına nə gəlir? Əkin yeri, əkin sahəsi. Deməli, zəmi. Dedikdə, əkin sahəsi, əkin yeri. Əkin yeri. İzah elədim və yaxud da bayaq dedim, qələm, yazı üçün bir alət. İzah etdim mənasını. Bu birinci. İkinci uşaqlar. Əks mənalı, antonim yəni. Antonimini tapmaqla. Bütün sözlərdə olmayacaq əlbəttə ki. Bəzi sözlərdə olur. Sinonim. Deməli, ikinci qayda antonim, üçüncü qayda sinonimini tapmaqla. Məsələn, ağ deyirəm. Ağ. Siz mənə izah eləməyə çalışırsınız. Ağ nədir? Qara ilə əvəz eləyə bilərik. Yəni, antonim olaraq qaranı göstəririk. Deməli, əks mənalı sözünü tapdım və yaxud da səhər, axşam dedim, gecə, gündüz dedim və s. Daha sonra mən deyirəm sizə lakonik. Aha, siz mənə bunu izah edin. Mən nə demək istədim? Deyirəm, fikrini lakonik ifadə et. Nə dedim? Fikrini yığacam. Qısa ifadə et. Bu şəkildə göstərə bilərik onun yaxın mənalı sözünü. Bir də uşaqlar, dördüncü. Bu yalnız və yalnız düzəltmə və mürəkkəb sözlərə aiddir. Hissələrə parçalayırıq. Hissələrə ayırmaqla. Bu dördüncü üsulu dedik ki, düzəltmə, bir də mürəkkəblərə aiddir. Sadələrdə bu qayda keçərli deyil artıq. Aha, bu ikisinə aiddir.
Məsələn, nə deyə bilərəm uşaqlar? Deyirəm dənizçi. Dənizçi. Siz mənə nə deyirsiniz? Deyirsiniz müəllim, dəniz sözün kökü çı da isim düzəldən şəkilçidir. Dəniz bildiyimiz kimi dənizdir. Məsələn, Xəzər dənizi. Çı isə peşə mənası düzəldən leksikdir. Demək nə deyə bilərəm mən buna? Dənizdə işləyən, dənizçiliklə məşğul olan bir insan. Bu şəkildə gözümüzün qarşısında canlanır. Onu da qeyd edim ki, kök şəkilçidə də bu məsələni qeyd edəcəm sizə. Dənizçi sözündə köklə yeni yaranan söz arasında məna bağlılığı mütləqdir. Məna bağlılığı olmalıdır. Necə başa düşək bu məna bağlılığı sözünü müəllim deyirsiniz? O şəkildə ki, uşaqlar, dənizdə işləyən adam, dənizçi, belə deyək, dənizçi yalnız dənizdə işləyən adam ola bilər. Yəni, əkin sahəsində işləyən adama mən dənizçi deyə bilmərəm. Deməli, o, məna cəhətdən dənizdə işləməlidir. Dəniz sözü ilə bağlı olmalıdır. Daha sonra bir dənə mürəkkəbi parçalayaq. Uca boy. Uca bir sözümdür, boy isə bir sözümdür. Yəni, boyu hündür olan adam anlamında işlətmək mümkündür. Bu isə yəqin ki, aydındır uşaqlar. Gəlin, indi qrammatik mənaya toxunaq. Qrammatik məna bəs hansıdır? Qrammatik məna nəyə deyilir? Sözün qrammatik mənası artıq hansıdır? Sözün qrammatik mənası isə sözün ifadə etdiyi vəzifəsi deməkdir. Yəni, dildə bu söz hansı vəzifəni yerinə yetirir? Bu söz dilimizdə nə üçün var? Məsələn, nümunə göstərirəm sizə. Hansı nitq hissəsinə aid olması, hansı nitq hissəsinə aidliyi, sualı, hansı cümlə üzvü vəzifəsində çıxış etməsi, yəni sintaktik vəzifəsi, daha sonra eyni zamanda bir sıra sözlərimiz var ki, onlar yalnız qrammatik mənadadır. Hansıları bayaqları qeyd etdik? Köməkçilər, bir də ki, şəkilçilər. Yalnız bunlar qrammatik mənaya malikdir. Yəni ki, siz hər hansı bir şəkilçidən danışarkən, məsələn, sizə deyirəm, sifət düzəldən kök şəkilçisi. Siz onun mənə mənasını izah edə bilməzsiniz. Amma qrammatik mənasını açıqlaya bilərsiniz. Deyərsiniz ki, müəllim, məsələn, dedim dünən ki, zərfin üzərinə artırıldı və artıq zərf deyil və artıq bizə bir sifət əmələ gətirdi. Demək, şəkilçilərin, köməkçi nitqsələrinin yalnız qrammatik mənaları var. Yalnız dildə hər hansı bir funksiyanı icra etmələri var. Müstəqil mənaları yoxdur. İndi baxaq. Qırmızı deyirəm. Qırmızı. Deyirik ki, sifətdir. İzah etdim. Qırmızı. Buraya yazaq qırmızı. Sifətdir. Sualı. Necə sualını verə bilərəm? Necə? Hansı? Nəcür? Sintaktik vəzifə. Məsələn, deyirəm, müəllim qırmızı qələmlə yazdı. Qırmızı qələm. Hansı qələmlə? Təyin oldu uşaqlar. Təyin vəzifəsində çıxış etdi. Demək, bu xüsusiyyətləri tapdıqda hansı nitq hissəsinə aid olması, hansı suala cavab verməsi, hansı sintaktik vəzifəni daşıması, bunların hər biri nə olacaqdır? Bunların artıq hər biri bizim qrammatik mənamızı izah edəcək. Sonra uşaqlar, gəlirik sözün həqiqi və məcazi mənasına. Bilirik ki, dilimizdə sözlərin həm həqiqi, həm də məcazi mənaları ola bilər. Yəni, diqqət edirək, həqiqi məna nədir? Bir də məcazi məna nədir? Bəzən, belə deyim sizə, testlərdə bu həqiqi məcazi əvəzinə dilin informativ, yəni sözün informativ funksiyası, bir də ki, sözün poetik funksiyası sözləri də qarşımıza çıxa bilər. Yazaq bura həqiqi. Bəzən bu şəkildə də. Bu şəkildə qarşımıza gələ bilər. Bir də məcazi. Bu isə poetik. Yəni, bu şəkildə də testlərdə qarşımıza çıxa bilər. Xüsusən də 10-11-ci sinif testlərində. Nədir bunlar? Sözün ilkin mənası, əsas mənası, dominant mənası onun həqiqi mənasıdır. Yəni, sözün ilkin mənası hansıdırsa, ona biz dominant məna, həqiqi məna deyirik. Bir də ki, sözün sonradan qazandığı mənası onun sonradan qazanılan mənası isə onun
məcazi mənası hesab olunur uşaqlar. Deməli, onun məcazi mənası hesab olundu. Məsələn, məcazi məna hansı şəkillərdə ola bilər? Köçürmə vasitəsilə, bənzətmə vasitəsilə məcazi mənaya rast gələ bilərik. Həqiqi və məcazi mənaya aid nümunələr deyək. Həqiqi və məcazi məna harda özünü göstərəcək? Onlara aid bir sıra nümunələr göstərək. Məsələn, getmək. Yəni, getmək sözünü şərh edək. Getmək. Tutalım, deyirəm, məktəbə getdi. Məktəbə getmək. Birdən getməyə nə deyə bilərik? Tutalım, fikrə getmək. Fikrə getmək. Məktəbə gedə bilərəm. Həqiqidir. Mən dururam, hazırlaşıram və məktəbə gedirəm. Deməli, burada bir məcazi törəmə mənanı görmədik. Bu deməli, nə olacaq mənim? Həqiqi mənam. Bir də deyirəm, fikrə getdi. Bir də deyirəm, fikrə getdi. Axı, fikrə necə gedə bilərik? Məcazi. Sonradan qazandığı məna. Başqa bir nümunə deyək sizə. Bunları təmizləyək ki, yerimiz qalsın. Başqa bir nümunə deyək, məsələn, sizə. Tutalım. Yola düşmək. İfadə şəklində də ola bilər. Yola düş. Yola düşmək. Yenə iki mənada. Məsələn, deyirəm ki, yola düşdük. Maşın yola düşdü. Burada nə olacaqdı? Məcazi məna. Maşın yola düşdü. Olur. Məcazi. Bir də deyirəm, top əlimdən yola düşdü. Top əlimdən yola düşə bilər, əlimdən çıxıb yola gedə bilər. Burada isə həqiqi məna kimi düşünə bilərik. Və yaxud da ki, deyirəm ki, isti su. Yazaq. İsti su. Bir də isti münasibət. Həqiqətən hansını görə bilərik? Suya əlimizi vurub, deyə bilərik ki, su istidir. Həqiqi, bir də isti münasibət, isti dostluq əlaqəsi. Necə ola bilər bunlar? İki insan arasında münasibət necə isti ola bilər və yaxud da soyuq ola bilər? Burada necə olacaq? Məcazi məna. Yəqin ki, bu fikirlər də artıq sizin üçün aydındır. Həqiqi, informativ şəkildə, məcazi, poetik şəkildə də testlərdə qarşımıza çıxa bilər. Keçək indi sizinlə nəyə danışaq? Çoxmənalılıq haqqında. Çoxmənalılıq nədir uşaqlar? Çoxmənalılıq harda özünü göstərəcək? Bir dəqiqə. Çoxmənalıqdan danışaq. Yalnız bir də təkmənalılar var. Yalnız bir leksik mənası olanlara biz deyəcəyik nə? Təkmənalı. Təkmənalı yalnız bir leksik mənası olur. Məsələn, nümunə deyə bilərik. Biz bunları səliqəli yazaq. Bir də uşaqlar var, çoxmənalı. Birdən çox. Birdən çox məna. Məsələn, təkmənalıya deyirəm. Hansı sözlər deyə bilərəm? Tutalım, dənizçi. Bayaqlar dedik. Dənizçi. Və yaxud da deyirəm, gəmi. Meşə, ağac və s. Bəs çoxmənalı nədir? Çoxmənalı birinci söz həqiqi olacaq uşaqlar. Bax, çoxmənalıda birinci sözümüz, birinci birləşməmiz həqiqi olur. Daha sonra isə özündən törəmə mənalar yaradır. Yəni, digər sözlərimiz məcazi anlamdadır. Çoxmənalıya nümunə deyək. Bayaq dediyimiz nümunə var idi. Getmək, şəhərə getmək, fikrə getmək. Daha sonra deyirəm, üz, insanın üzü, məsələn.
İnsanın üzü. Bir də deyirəm, suyun üzü. Aha. Daha sonra başqa bir nümunədə istifadə edək, başqa bir nümunəni də göstərək. Çox mənalı, yəni çox mənalıqda dediyimiz kimi birinci həqiqi mən olacaq, birinci ilk dominant mən olacaq. Daha sonra isə onun törəmə mənası yaranacaq artıq. Yəni qısaca məcazləşmə gedəcək. Amma çox mənalarda bir şey unutmayın, bir şey yadımızdan çıxmasın. Digər törəmə mənalar əsas məna ilə məna bağlılığını qoruyub saxlamalıdır. Yəni məna fərqi, məna bağlılığı itməməlidir onlar arasında. Tutalım boğaz deyirəm. Boğaz deməklə üzü deyək. Üz. İnsanın üzü. İnsanın üzü. Kitabın üzü, yəni cild. Kitabın üzü. Uşaqlar, hər ikisində necə oldu burada üz? Hər ikisində görünən hissədir. Bizim üzümüzdə görünür qarşıdan. Kitabın da üz hissəsi görünür. Nə yaratdıq? Çox mənalılıq yaratdıq burada. Bir də uşaqlar, mən yaratmaq istəyirəm nəyi? Deyirik ki, o dənizdə üzür. Üz, ır-ır da qrammatik. Yəni başlanğıcımız üzdür. Dənizdə üzür. Nə edir? Üzmək feili. O bayaqki insanın üzü ilə üzmək arasında məna bağlılığı görmədik ki. Deməli, burada artıq mən çox mənalılıq yox, homonimliyi gördüm. Homonimliyə şahid oldum. Aydın oldu, çox mənalılıqda mütləq şəkildə, mütləq mənada məna bağlılığı qorunub saxlanılmalıdır. Əgər məna bağlılığı, bax buradakı kimi, məna bağlılığı itirsə, yəni başqa-başqa anlamlar yaranırsa, mən artıq onda çox mənalı yox. Mən artıq onda nədən danışa bilərəm uşaqlar? Homonimdən danışa bilərəm. Və yaxud da buna uyğun başqa bir nümunədə mən sizə deyim. Məsələn, bel. Tutalım deyirəm, atın beli. Atın beli. Heyvanda da bel hissə. İnsanda da ola bilər bel hissə. Yəni hər ikisi həqiqidir. Bir də deyirəm ki, dağın beli. Dağın beli. Aha. Ola bildi uşaqlar hər ikisində bel hissə. Dağın da üst hissəsinə deyilir. Bir də uşaqlar, mən deyirəm ki, onun əlində bel vardı. Bel vardı əlində. Aha. Yəni bel nədir burada? Ağac, yeri qazmaq üçün olan alət mənasında işlədirik. Bel. Gördünüz ki, insanın beli, atın beli, ondan sonra dağın beli bu ifadələrlə məna əlaqəsi arasında pozuldu, itdi məna əlaqəsi. İnsanın beli, atın beli hara? Bir də ki, o yer qazılan alət, o hara? Məna əlaqəsi tamamilə itdi. Onda biz buna artıq nə deyirik? Biz buna homonim deyirik. Biz buna çox mənalı kimi yanaşa bilmədik. Bu da başa düşüldü uşaqlar. Bütün yəni frazeoloji birləşmələr, indi frazeolojiya toxunacam. Məcazi məna ifadə edə bilər. Amma belə deyək sizə, bütün məcazilər də frazeolojidirsə, bu yanlışdır. Məsələn, bir mən frazeoloji birləşmə deyirəm. Digər dərsimizdə onu izah edəcəm daha ətraflı. Məsələn, deyirəm, xoşu gəldi. Xoşu gəldi. Uşaqlar, kimsə harasa gedə bilər, gələ bilər. Amma xoş necə gələ bilər? Deməli, frazeolojidir. Məcazilik varmı? Əlbəttə var. Amma başqa bir nümunə deyirəm sizə. Təbiət gülür. Artıq yaz fəslidir, təbiət gülür. Burada uşaqlar, məcazilik var? Bəli, var. Amma frazeolojidir mi? Frazeoloji deyil. Yəni, frazeolojide mütləq şəkildə məcazilik olacaq. Amma hər məcaziliyi gördüyümü də gedim frazeoloji kimi dəyərləndirim, bu xeyr, bu yanlışdır. Bu məqama həmişə diqqət edirik. Çox mənalılıq, tək mənalılıq haqqında da müəyyən qədər məlumat əldə etdik. Yəni, başa düşdük ki, çox mənalılıq əsas məna ilə bağlı olan törəmə mənaları bildirir. Bir də bir məqamı da həmişə yadımızda saxlayaq. Çox vaxt qarşılıqlıq yaradan məqamdır. Məsələn, deyirəm ki, insanın gözü.
İnsanın gözü. Bir də deyirəm uşaqlar, heyvanın gözü. Heyvanı biraz qısa yazıram ki, vaxtımız çox getməsin yazıya. Aha, insanın gözü, heyvanın gözü. Uşaqlar, insan da canlıdır və onun gözü ola bilər. Hər hansı üzündə, nahiyədə o bizim gözlərimiz var. Eyni zamanda heyvanın da üz nahiyəsində gözləri yerləşir. Bu baxımdan deyə bilərəm ki, bunlar arasında artıq çox mənalılıq yoxdur. Bunların hər biri həqiqi mənadadır. Həqiqi. Yəni siz götürüb desəz testlərdə insanın gözü, pişiyin gözü, atın gözü və s. orada çox mənalılıq yaratmış olmursunuz. Hər ikisi həqiqi hesab olunur. Yadımızda qalır. Amma desəydim şkafın gözü, bulağın gözü, bax orada artıq biz məcazləşməni gördüyümüzə görə çox mənalı deyə bilərdik. Sonra uşaqlar, homonimlərə gələk. Homonimlər nədir? Homonimlər başlanğıcı, ondan sonra yazılışı, deyilişi, vurğusu, başlanğıc forması. Bax, bu məqamları diqqətlə yadınızda saxlayın. Yazılış, deyiliş, başlanğıc forma, vurğu. Bunların hamısı eyni olan sözlərə deyilir. Məsələn, din. Din bir nədir? Bizim sitayiş etdiyimiz hər hansı bir din. Məsələn, İslam dini yazıram bura. İslam, məsələn. Anlayasınız deyə. İslam dini, Hristiyan dini və s. Bir də uşaqlar var. Dinmək, danışmaq mənasında. Dinmək. Feil. Daha sonra, məsələn, başqa bir nümunə deyirəm. Mürəkkəb. Mürəkkəb deyə tələffüz olunacaq. O heç o artıq aydındır. Fonetikada deyib gəlmişik. Baxırıq buna. Mürəkkəb bir nə olacaq uşaqlar? Çətin. Bir də mürəkkəb nə olacaqdır? Bir də isim kimi. Yəni o yazmaq üçün qələmlərimiz olur. Qələmlərimizin içərisində çernel olur. O, yəni qələmin içərisində olan o xüsusi maye halında olan çernel var. Ona deyirik. Burada sifətdir. Burada isə isim kimi düşünüləcək. Nə? Mürəkkəb. Yəni qələmin içərisindəki o maye. Birdən necə? Çətin. Burada da sifət kimi hesab olunur. Bu baxımdan mən deyə bilərəm ki, uşaqlar, homonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid ola bilərlər. Amma bayaqlar çox mənalı keçdik. Çox mənalılıq yalnız və yalnız eyni nitq hissəsidir. Çox mənalı eyni nitq hissəsində olacaq. Homonim həm eyni, həm müxtəlif nitq hissələrinə. Çox mənalı yalnız eyni nitq hissəsi daxilində olur. Homonimlər həm eyni, həm də müxtəlif nitq hissələri daxilində olacaq. Bu məqamı da yadımızda saxlayırıq. Uşaqlar, homonimlərdə bir məqamı yadınızda saxlayın həmişə. Homonimlər başlanğıc forma əsasında tapılır. Biz başlanğıc formanı sizə danışmışıq. Başlanğıc forma nədir? Başlanğıc forma qrammatik şəkilçiyə qədər olan hissədir. Məsələn, ən böyük belə çox tez-tez rast gəlinən bir nümunə var. Yara. Yara. 3 dənə yara yazacağım. Yara, yara. Uşaqlar, başlanğıc forma dedik, qrammatikə qədər olan hissədir. Birinci, məsələn, deyirəm, əlimdə yara var. Yarılıb əlim, yara əmələ gəlib. Leksik şəkilçi başlanğıca tabidir. Başlanğıc bura qədərdir. Sonra deyirəm ki, xalqın işinə yara, boş dayanma. Yaramaq birbaşa, belə başlanğıcıdır hamısı. Bir də deyirəm ki, mənim bu sözümü yara çatdır, sevgiliyə çatdır. Yar sözün kökü A qrammatikdir. Demək, başlanğıc harada dayanacaq? Burada. Demək, uşaqlar, bu baxımdan başlanğıclara əsasən deyə bilərəm ki, bu ikisində homonimlik var. Amma burada artıq başlanğıc yarda dayandığına görə homonimlikdən danışa bilmərəm. Aydın oldu bu məsələ bizim üçün. Homonimliklər leksik və qrammatik deyə ikiyə bölünəcək. Hər birini hissə gəldikcə başa salacağım. Məsələn, nitq hissələri arasında olanlar, əsas nitq hissələri arasında olanlar
Bunlar bizim leksik homonimimizdir. Leksik. Məsələn, dedim bayaqları sizə nümunə olaraq. Məsələn, şam. Şam nədir uşaqlar? Şam bir ağac mənasında. Ağac. Şam ağacı. Bir də deyirik şam yeməyinə. Getdik. Şam yeməyi. Gördünüz ki, leksik homonimlikdir. Hər iki mənataya əsas nitq səsdir. Bir də var qrammatik homonimlik uşaqlar. Biz sizdən keçəndə köməkçi nitq səsilərini ən çox burada rastınıza çıxacaq. Şəkilçilərdə rastınıza çıxacaq. Məsələn, kimi sözünü götürək. Kimi. Kimi mənim qeyri-müəyyən əvəzliyimdir. Bir də kimi mənim qoşmamdır. Əvəzlik. Qoşma. Aha. Uşaqlar, yadımızda saxlayırıq ki, məsələn, deyirəm, kimi yazır, kimi oxuyur. Burada qeyri-müəyyən əvəzlikdir. Amma deyirəm ki, səhərə kimi onu gözlədim. Nə zaman, nə qədər onu gözlədim? Səhərə kimi onu gözlədim. Və yaxud da deyirəm, bacısı kimi yaxşı oxuyur. Bənzətmə qoşması. Bunlar nə oldu? Qrammatik homonimliyi əmələ gətirdi. Və yaxud da dadə. Şəkilçi. Görürsünüz, qrammatik homonimlikdir. Həm əsas nitq hissəsinin köməkçi ilə homonimliyi qrammatikdir, həm də şəkilçilərin, köməkçilərin bir-birinin daxilində olan homonimliyi qrammatikdir. Məsələn, dadəni harda görürük? Yerlik hal. Kitabda. Kitabda maraqlı məlumat gördüm. Yerlik hal. Bir də deyirəm ki, qışda bizə gələrsən. Zərf düzəldən leksik oldu uşaqlar. Qışda. Nə zaman? Zərf düzəldən leksik şəkilçimiz oldu bizim. Daha sonra homonimlərdə bəzi məqamlarımız var. O məqamlara da diqqət yetirməliyik ki, onlar homonim hesab olunmur. Artıq homonimi bildik. Yazılış, deyiliş, tələffüz, başlanğıc forma hamısı eyni, amma müxtəlif mənalar bildirir. Birər-birər hər bir məqama toxunduq. Bir də var bizim homonim hesab olunmayanlarımız. Homonim. Homonim ne yazmadı? Hesap edilmeyen. Edilmeyen. Aha, homonim hesap edilmeyen. Uşaqlar birinci. Birinci adlanacaq paronimlər. Paronimlər. Bunların hər birini qeydlərini götürsəz çox gözəl olar. Məsələn, uşaqlar, bir hərfə görə, bir səsə görə fərqlənir bunlar. Məsələn, yazıram. Xeyr. Xeyr. Xeyr yox deməkdir. Xeyr. Xeyr şər isim mənasında. Atlas. Də. Atlas. Uşaqlar, sı olduqda coğrafiya yəqin ki keçirsiniz. Coğrafiyada olur atlas topluları. Yəni xəritələr toplusu. Atlaslar, coğrafi atlaslar. Amma atlas parça anlamındadır. Bu bizim oldu nə fərqlənənlərimiz nə adlandı? Paronimlər. Məsələn, başqa nümunələrdə deyək. Mətin bizim Azərbaycan dilində işlətdiyimiz mətinlər. Oxuduğumuz, yazdığımız mətinlər. Bir də var uşaqlar, nə? Mətin insan, dözümlü insan. Başqa bir nümunə. Əsir. Əsir nə mənasındadır? Bax, yazıram bura. Əsir. Era mənasında. Bir də deyirəm ki, əsir. Əsir. Yəni əsmək mənasında. Daha sonra nikah, bir də nikah. Səpki. Səpki. Bir də deyirəm səpki. Məsələn, səpki dedikdə deyirəm, bu səpkidə olan sözlər bunlardır. Səpki. İnsanın əlində, üzündə əmələ gələn xırda-xırda qızartılar, səpkilər. Başa düşdük bu hissəni. Sonra uşaqlar var bizim. Adını silmirəm, sadəcə olaraq yer olsun deyə bunları təmizlədim. Aha, ikinci.
İkinci hansını göstərə bilərəm? Yazılışı eyni, vurğusuna görə fərqlənənlər. Yəni vurğuları müxtəlif olanlar. Homoqraf deyirik bunlara. Məsələn, alma. Bir də bilirik ki, uşaqlar, mamə inkarlıq şəkilçisi vurğu qəbul etmir. Alma, alma. Dimdik, dimdik. Və yaxud da səpin, səpin. Səpin başladı, deyirəm, səpin. Əmr şəkli. Vurğusuna görə fərqlənənlər adlandı. Homoqraflar. 3-ə keçdim. 3-ü yazıram. Biri xüsusi isim, biri isə ümumi olanlar. Məsələn, Nərgiz. Nərgiz qız adıdır. Bir də Nərgiz. Gülün, çiçəyin adı. Daha sonra alim. Alim oğlan adı rast gəlirik. Necə olacaq bunlar? Homonim hesab edilmir. 4-ə baxıram. 4-cüdə yazılışları, deyilişləri eyni. Başlanğıclar fərqli. Başlanğıc fərqli. Bunlar adlanır nə? Homoform. Bayaq qeyd etdiyim uşaqlar. Yara sözünü bura göstərə bilərik. Və yaxud da daşımaq sözünü. Deyirəm ki, daşı ətəyindən tök, inadından əl çək. Sözün davamını, cümlənin davamını yazmıram ki, vaxtımız çox ona sərf olunmasın. Uşaqlar, daş, sözün kökü, I-u-u qrammatik. Deyirəm, daşı ətəyindən tök. Başlanğıcım haradır? Daş sözü. Bir də deyirəm ki, evdəkilərin hər birini zəhmət olmasa çölə daşı. Daşı. Aha. Bunu deməli, başlanğıcı fərqli olanlar nə adlandılar bizdə? Homoformlar. Aha. Demək deyirəm ki, evdəkiləri çölə daşı. Daşımaq feili. Hər biri də başlanğıca daxil olacaq. Çünki bir dənə kökdən ibarətdir. Başlanğıc forması fərqli olanlara nə dedik? Homoformlar dedik. Bir də 5-ci var. 5-cini yazaq. Yazılışı və tələffüzü. 5-i buradan yazın. Aha. Yazılışı və tələffüzü fərqli olanlar. Nərə. Necə tələffüz elədim? Nərə. Nərə. Əyan, bəzən, dava. Bu sözlər yadımıza gəlirsə, fonetikada qeyd etdiyim sözlərdir. Bunların yazılışları bir başqa, tələffüzləri bir başqadır. Eyni zamanda yazıldığı kimi tələffüz olunduqda nərə, nərə balığı. Amma deyirəm ki, nərə çəkdi. Yəni bir dəfə də belə yazaq ki, tam aydın olsun sizə. Yəni bir dəfə bu şəkildə də tələffüz eləyə bilərəm. Bir dəfə bu şəkildə də tələffüz eləyə bilərəm. Uzanması bir başqa məna verir. Uzanmadıqda bir başqa məna verir. Homonimlimi xeyir, tələffüzləri fərqlidir. Və yaxud da deyirəm, bəzən. Bəzən uzandıqda, yəni ara bir, bəzi hallarda. Bizim nəyimizi əmələ gətirəcəkdir o? Bizdə əmələ gətirəcək zərfi, zaman zərfini. Bir də deyirəm ki, qızlar bəzəndi. Bəzənmək feili. Heç bir uzanma yoxdur. Deməli, uzanmasına görə, tələffüzünə görə məna fərqli olanlar da homonim hesab edilmir. Bunlar əzbərlənəcək hər biri. Sonra uşaqlar, biz nəyə danışaq, nəyin haqqında diqqət yetirək? Sinonim və antonimlər. Uşaqlar, sinonim və antonimlər nədir? Nəyə deyilir? Hansılardır? Sinonim antonimlər haqqında da bir qədər danışıb fikrimizi yekunlaşdıraq. Demək, başlayıram sinonimlərdən. Sinonimlər. Sinonimlər yazılışı, deyilişi, müxtəlif, lakin eyni və yaxın mənaları bildirir. Sinonimlər bizə niyə lazımdır? Fikri dəqiq ifadə eləmək üçün. Sinonimlər, misallar göstərək. Məsələn, adam, insan, eynək, çeşmək, gözlük. Gəlin yazaq. Adam, insan, sonra eynək, gözlük,
Aha, bu şəkildə rastımıza çıxacaq. Sinonimlərdə dediyimiz kimi yazılış, deyiliş müxtəlif, lakin eyni və yaxın mənalar bildirdi. Sinonimlərdə bir məqama diqqət edin. O məqamı ki tapdıq və daha bizim üçün rahatdır. Bu da nədir uşaqlar? Sinonimlər həmişə kökdən dəyişməlidir və eyni nitq səsinə aid olmalıdır. Kökdən dəyişməlidir. İzah edəcəm nədir. Kökdən dəyişməli və eyni nitq səsinə aid olmalıdır. Aha. Məsələn, kökdən dəyişmədən danışaq birinci. Uşaqlar, kökdən dəyişmə nədir? Məsələn, mən deyə bilərəm ki, tutalım, duzlu, duzsuz. Mən buna duzlunu qeyd eləmək. Bu antonimə getdi bircə dəqiqə uşaqlar. Fikrimi toparlayın, bu antonimə getdi. Məsələn, başqa bir nümunə deyim sizə. Baməzə məzəli. Baməzə, bayaq dediyim antonimlərdə qeyd edəcəm onu. Məzəli. Aha. Baməzə, məzəli. Hər ikisində uşaqlar. Sözün kökü nədir? Məzədir. Bunları sinonim hesab edirikmi? Xeyr, sinonim ola bilməz. Sinonim bax bu şəkildə olmalıdır. Adam, insan, eynək, gözlük. Yəni kökdən dəyişməlidir. Biz savadlı, baməzə, məzəli, bunlara bir sinonim deyə bilmərik. Mütləq şəkildə kökdən dəyişməlidirlər. Kök başqa bir sözlə əvəz olunmalıdır. Məsələn, deyirəm, oturmaq əyləşməklə sinonim ola bilər. Oturdu, əyləşdi. Bir də uşaqlar, məsələn, ürək, könül, qəlb, bu kimi sözlərimiz var ki, sinonimləri qeyd etdikdə bunu da nəzərə yetirsək yaxşı olar. Bir var mütləq sinonim, bir də var nisbi sinonimlər. Bunu qeyd edim, sonra digər hissəyə keçəcəm. Deməli, mütləq sinonim və nisbi sinonim deyə iki dənə bizim anlayışımız var. Mütləq sinonim odur ki, həmişə bir-birlərini əvəz edirlər. Nisbi sinonim odur ki, həmişə bir-birlərini yerində işlənə bilmirlər. Məsələn, uşaqlar, ürək, könül, qəlb. Bunlar sizcə nisbi yoxsa mütləq sinonimdir? Siz mənə deyirsiniz ki, müəllim, bunlar nisbi sinonimdir. Nəyə görə? Həmişə bir-birinə əvəz edə bilmədi. Baxaq, ürək. Deyirəm ki, ürəyim ağrıyır. Və yaxud da mən buna ürəkdən sevindim. Və yaxud da deyirəm, ürək əməliyyatı oldu. Ürəkdən sevindim, qəlbdən sevindim, könüldən sevindim. Burada problem olmadı. Bunların hər birində nə oldu? Bir-birinə əvəz edə bildi. Deməli, burada mütləqlik özünü göstərdi. Amma deyirəm ki, mən ürək əməliyyatına getdim. Ürək əməliyyatı, qəlb əməliyyatı deyə bilərik? Əlbəttə deyə bilmərik. Deyə bilmədiyimiz üçün bu məqamda artıq ona nisbi sinonim kimi, yəni həmişə bir-birinə əvəz edə bilməyən sinonim kimi yanaşırıq. Bu hissə də aydın oldu. İndi keçək digər məsələyə. Sinonimlər antonimlərdə eyni zamanda yalnız və yalnız eyni nitq səsi daxilində olmalıdır. Testlərdə çox vaxt bizi yanıldan məqamlardan biri budur. Məsələn, uşaqların qabağına çıxır çiğ, bir də bişməmiş. Bişməmiş. Uşaqlar, çiğ, necə, nə olacaq? Sifət. Bişməmiş nədir? Biş, bişmə, muş, feili sifət. Hansı nitq səsidir? Feil. Ola bilərmi? Xeyr. Çünki biz nə demişik? Eyni nitq səsinə aid olsun demişik. Artıq orada feili sifətdir deyə götürə bilmərəm. Və yaxud da başqa nümunə deyirəm. Məşhur. Məşhur necə? Bir də tanınmış feili sifət. Götürə bilmərəm. Çünki eyni nitq səsi daxilində olmalıdır. Qalın, sıx. Götürə bilərəm uşaqlar. Qalın kitab. Məsələn, indi düzdür, bir-birlərinin nisbi sinonimdirlər, əvəz edə bilməyəcəklər. Amma qalın necə? Sıx necə? Yaxın mənalı sözlər kimi götürə bilərəm. Hər ikisi sifətdir. Ən çox testlərdə qarışıq salan məqamımız budur. Qoy bunu qeyd edeyim mən sizə, özünüz görəcəksiniz. Şirin, şəkər. Aha, şirin şəkər. Şirinə sual verək uşaqlar. Necə? Nədir bu? Sifətdir. Uşaqlar, bir də şəkərə sual verək. Nə?
Mən gedib mağazadan şəkər tozu aldım. Nə aldım? Evimizdə istifadə edirik şəkər, qənd. Bax bu mənada. İsimdir. Demək bizi yanıldan məqam budur. Biri isim, biri sifətdir. Götürə bilərəm? Xeyr, götürmək mümkün deyil. Götürə bilmərəm heç bir halda. Sinonimlər bu qədər uşaqlar. Dediyimiz kimi yalnız və yalnız eyni hissəsi daxilində olmalıdır. Kökdən dəyişməlidir. Yəni kökdən dəyişmədiyi halda biz artıq ona sinonim kimi yanaşa bilmərik, şəkilçilik hesabına əmələ gətirə bilmərik. Yaxın və eyni mənaları ifadə edir. Həmişə bir-birini əvəz edə bilər, yəni mütləq sinonim, həmişə bir-birini əvəz etməyə də bilər, nisbi sinonim yarada bilər. Keçirəm indi mən sizlə nəyə? Antonimlərə. Antonim. Sinonimin əksi olan ifadələrdir uşaqlar. Sinonimin əksi olaraq antonimlərdə başqa bir şəkildə rastlaşırıq. Bunlar yazılışı deyilişi müxtəlif və əks mənalar ifadə edən sözlərdir. Gecə, gündüz. Gecə, gündüz. Ağ, qara. Və yaxud da başqa bir nümunə deyək. Tutalım, acı, şirin. Hər birinə diqqət elədik. Deməli, bunlar bir-birinin əksi olan ifadələrə deyilir, əksi olan sözlərə deyilir. Uşaqlar, bayaq sinonimlərdə dediyimiz məqamı burada da yadımıza salırıq. Burada da şəkilçilər hesabına kök dəyişməsə, mən sinonim yarada bilərəmmi? Xeyr. Bayaqki nümunə var idi, yanlışlıqla qeyd etmişdim. Duzlu, duzsuz. Uşaqlar, köküm nədir? Duz. Deməli, ola bilər bunlar antonim. Xeyr. Duzlunun antonimi nə olmalıdır? Deməli, duzsuz deyil. Şit. Deyirəm, yemək çox şit alınıb. Yəni, duzu yoxdur. Ola biləcək artıq duzlunun antonimi. Çünki niyə? Kökdən dəyişməlidir. Kök dəyişməsi vacibdir. Dəyişməlidir. Kök dəyişməlidir uşaqlar. Mütləq şərtdir bu. İkincisi, bayaq qeyd etdiyimiz kimi sinonimlərdə yenə də dediyimiz məqamı burada qeyd edirik. Burada da eyni hissəsi daxilində olmalıdır. Eyni nitq hissəsi. Məsələn, başqa bir nümunə deyim sizə. Deyirəm, yatmış. Yatmış. Oyaq. Uşaqlar, baxırıq. Yat sözün kökü yatmış. Feili sifət. Morfoloji nə oldu? Morfolojimiz oldu bizim feil. Oyaq. Necə? Morfolojim nə oldu mənim? Sifət. Yatmış oyaq. Və yaxud da məşhur tanınmamış. Və yaxud qəm, bir də yazıram şadlıq. Qəmlə şadlıq gedəcək. Qəm yazıram, bir də şad yazıram. Daha diqqətli olaq. Qəm, şad. Qəm, kədər. Burada bu isimdir. Şad sifətdir. Ola bilməz. Amma uşaqlar, bayaq səhvən dedimi sizə? Yəni, burada bu nümunələrdə görə bilmərəm mən antonimliyi qəmlə şad. Çünki isim sifət, amma qəmin qarşılığında şadlıq bayaq dediyim şəkildə. Lıq bilirik nədir? İsim düzəldən şəkilçimizdir. Qəmin qarşısında şadlığı verdisə, qəm nə? Şadlıq nə? Hər ikisi isimdir. Ola bilər artıq antonim. Deməli, antonimlərdə də eyni nitq hissəsi məsələsi, bir də kökün dəyişməsi, yəni kökdən əmələ gəlmə məsələsi özünü göstərməlidir. Testlərdə bəzən belə bir fikirlə qarşılaşacaqsınız. Hansı fikirdir? Deyir ki, bizə heç vaxt deyir, antonimlərdə leksik şəkilçi iştirak edə bilməz. Xeyr, uşaqlar, iştirak edə bilər. O, başqa məsələdir. Bizim dediyimiz eyni nitq hissəsi olmaq və yaxud da kökdən dəyişmək başqa məsələdir. Yəni, orada şəkilçinin hesabını biz demirik ki, duzlu, duzsuz antonim deyil. Biz orada kök eyni qaldığına görə deyirik ki, orada antonimlikdən danışa bilmərik. Amma tərkibində ola bilər. Əlbəttə ki, tərkibində biz onu quruluş cəhətdən fərqli verə bilərik. Tutalım, bayaqki nümunəni bir qədər dəyişdirək. Şad, necə?
Qəm ismi idi. Üzərinə sifət düzəldən bir dənə şəkil çıxartırdım. Qəmli, necə, şad, necə. Hər ikisi sifət oldu mu? Deməli göstərə bilərəm. Və yaxud da yaşlı, yaşlı, gənc. Gənc sadə, yaşlı isə düzəltmədir. Demək, tərəflərinin biri sadə, biri düzəltmə ola bilər, götürə bilərəm. Uşaqlar, bizim bu ana qədər danışdığımız sözlərimiz ümumiləşmə sözləridir. Yəni ümumiləşmə nədir? Hamımız tərəfindən, bütün insanlar tərəfindən başa düşülənlər idi. Bir də bizim var ümumiləşmə olmayan qrupumuz. Birinci başlayaq terminlərdən. Uşaqlar, terminlər nədir? Terminlər hər hansı ixtisas, peşə, müxtəlif elm sahələrinə aid sözlərdir. İxtisas sözləri. Aha. Bunlar hansılardır? Terminlər məsələn göstərə bilərəm. Fonetika və yaxud da metafor, fiksaj, riyaziyyatda keçirirsiniz, kosinus, sinus və yaxud da fizikada keçirik, güc, qüvvə, xəbər. Bunlar nədir bizdə? Terminlərdir. Bunlar hər hansı bir elm sahəsinə aiddir. Elmi üslubda ən çox istifadə olunur. Elmi üslubda ən çox istifadə olunacaqdır uşaqlar. Daha sonra terminlərin milli şəkildə qarşılığı varmı? Bəzən ola bilər. Məsələn, bəzən ədəbiyyatda istifadə edirik. Metafor əvəzinə köçürmə və yaxud da təşbih əvəzinə bənzətmə. Bənzətmə. Bunlardan da istifadə edirik. Deməli, bunlar alınma idi. Alınma. Buradakılar isə artıq milli qarşılığı ilə əvəz olundu. Həmişə alınma mı olurdu isə bu nümunələri nəzərdən qaçırmamalıyıq. Deyə bilərik ki, bəzilərinin qarşılığı milli şəkildə olan qarşılıqlarına da dildə rast gəlirik. Demək, qısaca terminlər nədir? Elm, ixtisas, peşə sahələrinə aid olan sözlərdir. Ən çox alınma mənşəli terminlərdən istifadə olunur. Bəzən milli mənşəli terminlərə də rast gələ bilərik. Uşaqlar, terminlər hansı üslubda istifadə olunur? Elmi üslubda istifadə olunur. Daha sonra, bəs elə sözlərimiz varmı ki, həm termin kimi, həm də biz onu yəni adi, ümumiləşdirək bir söz kimi işlədə bilək. Əlbəttə var. Gücü harda keçirirsiniz? Güc. Fizikada. Qüvvəni harda keçirik? Fizikada. Xəbəri harda keçdik? Azərbaycanda. Gəlin indi bunları deməsək də xəbər haqqında danışaq. Deyirəm ki, xəbər cümlənin baş üzvlərindən biridir. Burada nə olacaq? Mən termindən istifadə etdim. Çünki Azərbaycan dilinə aid olan xəbərdən danışdım. Baş üzvdən danışdım. Bir də deyirəm ki, bu xəbəri anama çatdı. Nə? Xəbər, məlumat məqamında. Bu xəbər mənim anama çatdı. Burada isə nədir? Ümumiləşmə söz kimi istifadə olunur. Məsələn, bəzi hallarda bu qarşılıqlar homonimliyi əmələ gətirə bilər. O hansı halda olacaq uşaqlar? Məsələn, biz nümunə olaraq deyirik ki, güc tutalım. Fizikada keçirilən güc. Deyirəm, mənim gücüm yoxdur. Burada ümumiləşdir. Bir də güc indi fizikada olan hər hansı bir vahiddir. Bunların məna aralarında oxşarlıq var, yaxınlıq var. Amma bəzən isə bu yaxınlıq itir. Bu yaxınlıq aradan qalxır. Tutalım, kütləni deyək sizə. Kütlə. Kütlə vahidləri var da. Kütlə. Aha. Kütlə nədir? Fizikada olan termindir. Kütlə kimi götürdükdə nəyisə çəksi, vahidi, bax bu məqamlar nəzərdə tutulur. Bir də var deyirəm ki, kütlə ayağa qalxdı. Kütlə ayağa qalxdı. Xalq mənasındadır. Xalq. Burada isə termin idi. Termin. Fiziki termin. Demək, kütlə ayağa qalxdı, xalq ayağa qalxdı. Məna tayları tamamən fərqləndi. Tamamən fərqləndisə nə oldu? Homonim oldu uşaqlar. Homonim oldu. Məna fərqləri tamamən bir-birindən fərqləndisə. Amma hamısını götürə bilərəm, deyirəm, xeyr, hamısını götürmək mümkün deyil. Başqa həm ümumi işləyə, həm də termin işlənənlərə nümunə göstərək, tam sifətin özünü göstərə bilərəm.
deyirəm onun sifətində qırmızı ləkə yaranmışdı. Bir də deyirəm ki, sifət əsas nitq hissəsidir. Termin və müstəqil kimi gördük.